Hörmətli Səhiyyə Naziri cənab Teymur Musayev və Sabirabad rayonu Mərkəzi Xəstəxanasının direktoru Həsən Hüseynov. Məlumatınız olsun deyə bildiririk ki, Əsədova Brilliant Eldar qızı Sabirabad rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Bəxtiyar İsmailov barəsində Azad Lider internet televiziyasına şikayət məktubu ünvanlayıb. Şikayətçi Əsədova Brilliant Eldar qızının ünvanladığı şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq. Məktubda deyilir: "Bununla yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, mən Əsədova Brilliant Eldar qızı öz həyat yoldaşım Əsədov Ruhin Yunisoğlunu ağır vəziyyətdə Sabirabad rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırdım. Əfsuslar olsun ki, şöbənin müdiri Bəxtiyar İsmailov ağır vəziyyətdə olan xəstəmi qəbul etməkdən imtina etdi və məni nalayiq sözlərlə təhqir etdi. Xahiş edirəm, mənim haqq səsimi ictimaiyyətə çatdırasınız."